Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov. Yeni buraxılışla qarşınızdayıq. Təbii ki, bu dəfəki buraxılışımızın adı həftəlik protokoldur. Hər zaman çalışırıq ki, Azərbaycan futboluna çox önəmli mütəxəssisləri verilişimizə dəvət edək və eyni zamanda perspektivi parlaq olan futbol adamlarını da, futbol insanlarını da verilişimizə dəvət etməyi planlaşdırırıq. Odur ki, bugün İki simanı sizə təqdim edəcəm. Həqiqətən öz futbol bacarıqları ilə, bilikləri ilə diqqət mərkəzində olan şəxslərdir, gənclərdir, belə deyək. İlk növbədə Neftçi İdman Klubunun 14 yaşlardan ibarət futbol komandasının məşqçisi Babək Həsənovu təqdim edirəm. Babək bəy, xoş gəlmişsiniz. Xoş gördük. Təşəkkürlər olsun, minnətdaram. Biraz sərbəst olar. Təşəkkür edirəm Elçin müəllim, bizi studiyanıza dəvət etdiyiniz üçün, proqramınıza dəvət etdiyiniz üçün sizə özlərim minnətdarlığımı bildirirəm. Həm öz adımdan, həm də çalışdığım Neftçi İdman Klubu adından sizə minnətdarlığımı bildirirəm. Mən də təşəkkür edirəm. Müzakirələrimiz çox olacaq, ətraflı danışacağıq ki, siz Neftçi İdman Klubunda neyinirsiniz, hansı yaş kateqoriyalarında mübarizə davam edir və s. Və eyni zamanda Samir Tofiqoğlu. Bu ada, bu soy ismə, təxəllüsə, belə deyək, ciddi şəkildə qulaq verin. Çünki gələcəkdə çox tanınan idman jurnalistlərindən biri olacaq, futbol ekspertlərindən biri olacaq. Xüsusilə dünya futbolu ilə bağlı çox önəmli təhlilləri var. Samir, xoş gördük. Salam Elçin bəy, xoş gördük sizi. Dəvətiniz üçün təşəkkür edirəm sizə. İnşallah verilişimiz əla alınacaq. İnşallah alınar və bu arada Sevilla formasından da bəlli olur ki, İspaniya millisini azarki işləyirsiniz. Odur ki, və Sevilla Neftçi. Çox yaxşı tandemdir. Yaxşı oynadı. Elçin, mən fürsətdən istifadə edərək mən sizə Neftçi İdman Klubunun formasını istərdim ki, bu gözəl formanı mən sizə hədiyyə edeyim. Bəli, çox sağ olun. Proqramımızda da bu çox sağ olun, təşəkkürlər. Minnətdarıq, çox sağ olun. Payınız artıq olsun. Bəli, buyurun. Neftçi İdman Klubunun orijinal forması və arxada istədən də göstərim. Neftçi İdman Klubu. Dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun. Elə bu formada, bu formanı belə sərəcəm bura, necə deyərlər. İstərsiniz elə, əziz tamaşaçılar, müzakirələrimizə keçməmişdən öncə Futbol Ofisi TV-nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənib paylaşmağı sizdən xahiş edirik. Daha çox abunə, daha fərqli verilişlərin ərsəyə gəlməsi deməkdir. Yəni, işiniz sadədir. Belə tıklayacaqsınız, abunə olacaqsınız və salam. Mən istərdim ki, müzakirəmizə başlayaq klublarımızın Avrokubok çıxışları ilə. Qarabağda, əziz tamaşaçılar, bugün veriliş çəkilərkən Qarabağ axşam oynayacaq. Bir neçə saat öncədən çəkilib. Odur ki, verilişi izləyərkən bunu nəzərə alarsınız. Zirə də eyni zamanda bugün növbəti maçına çıxacaq. Cavab maçında hər iki komandamız bol qollu qələbə qazanıb ilk qarşılaşmalarında və sabah da tennislə cavab maçında uğurlu nəticə qazandı. Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəldi. Ümumi dəyərləndirmə. Başlayaq elə Qarabağdan, Babək bəy, yoxsa Samir bəy? Babək bəy başlasın. Ölkə futbolu haqqında daha geniş məlumatlar. Təşəkkür edirəm. Qarabağ Futbol Klubunun təbii ki, Avroliqada oyunları təqdirə layiqdir. Təbii ki, bugünkü gündə Azərbaycanda öndə gedən klublardan biri Qarabağdır. Təbii ki, Qarabağ edən var. Təbii ki, bu ümumi olaraq dövlətimiz tərəfindən, cənab Prezident İlham Əliyev tərəfindən də bilirsiniz ki, artıq torpaqlarımız işğal altındaydı, işğaldan azad olundu və bugünkü gündə də idman siyasəti nəticəsində, dövlətimizin uğurlu siyasəti nəticəsində Qarabağ Futbol Klubu da eyni zamanda Avropada tarix yazdı. Təbii ki, bunun da başında dayanan ümumi olaraq Qarabağ Fatihi ümumi olaraq Qurban Hocaoğlu'dur. Təbii ki, orada eyni zamanda yaşıl meydanlarında Azərbaycan futbolunun fatihidir. Bəli, yaşıl meydanların fatihi Qurban Hocaoğlu'dur. Təbii ki, ümumi olaraq Qarabağ Futbol Klubu Avroliqada ümumi yaxşı nəticə performans göstərdi. Ümumi olaraq inşallah bu ildə bizim ümumilikdə necə deyərlər, gözləntilərimiz çoxdur eyni zamanda Qarabağa da və eyni zamanda
İnşallah ümid edirik ki, Neftçi də eyni zamanda yaxşı nəticə göstərəcək. İkinci təsdiqat mərhələsindən qoşulacaq mübarizəyə. Qeyd üçün bunu da bildirmək istəyirəm ki, bildiyiniz kimi Neftçi Azərbaycanda ilk Avroliqa qrup mərhələsinə düşən Neftçi, bəli, Avrokuboklarda qrup mərhələsinə düşən Neftçi olmuşdu. Bu tarixi ilk Azərbaycan futbol tarixində Neftçi yazmışdı. Bəli, bunu hər birimiz bilirik. Bilirik və bilməliyik də. Neftçinin məşqçisi olaraq da bunu deməyi özümə borc bildim. Tam səmimiyyətlə deyirəm. Ümid edirəm bu efirə gedər. Bütün Neftçi azərkeşlərdə ümid edirəm bəyələr. Eyni zamanda Qarabağda hər biri də Avrokuboklarda, Avroliqada Azərbaycanımızı təmsil edir. Ona görə də bütün Avroliqada, qrup mərhələsində, xaricdə təmsil edən ümumilikdə klublarımıza uğurlar arzulayıram. Hər birini mən dəstəkləyirəm. Aha, bəli. Dəstəkləyirəm. Neftçili olaraq. Neftçili olaraq bəli dəstəkləyirəm. Çünki Neftçi də ikinci təsdiqat mərhələsində mübarizəyə qoşulacaq Konfrans Liqasında. Gələn həftədən etibarən bunu da xüsusilə qeyd eləyək. Zirədə təbii ki, Rəşad Sadıqov, o da sabiq Neftçilidir. Bəli, ola da bəli, bildirmək lazımdır. Xüsusilə vurğulamaq lazımdır. Sabah isə Dambrauskas-la həqiqətən tarix yazır. Ötən mövsüm oynanılan futbol və xüsusilə 3-cü fazada tətbiq etdiyi pressing baskı ilə qazanılan toplar, oyunu 20-25 metrdə oynamaq istəyi və mükəmmələ yaxın bir futbol nümayiş elətdirir. Ümid edirik ki, yəni qarşıda Kupsla oynayacaq Finlandiya klubu ilə biraz çətin maçda, amma Sabahın dişinə görə rəqibdir və Sabah əgər bu mərhələni adlayacağı təqdirdə artıq Konfrans Liqasının liqa mərhələsini təmin etmiş olacaq. Bu çox önəmli detaldır, bunu xüsusilə vurğulayaq. Samir, nə düşünürsən? Elçin bəy, mən fikirləşirəm ki, inşallah Sabah komandasını ilk öncə təbrik etmək istəyirəm. Yəni ilk Avrokubok sınaqlarından üzaq çıxdılar. Hər iki oyunda gözəl samballı oyunla qalib gəldilər. Və bugünkü komandalarımız inşallah bizim verilişimiz 4-cü gün çəkilir. Mən 4-cü günü nəzərdə tutub danışıram. Qarabağ komandası Vestri komandası ilə qarşılaşacaq. İnşallah ilk oyundakı böyük hesabla qələbə məncə təsadüfi olmadığını əlbəttə ki, yenə də sübut etməlidir. Çünki Qarabağ kimi səviyyəli bir klub, yəni heç bir çətinlik çəkmədən məncə qələbə qazanmalıdır inşallah, amma bu futboldur. Yəni özümüz də gördük ki, necə ki, məsəl üçün yaxınlıqda izlədiyimiz dünya çempionatı oyunlarında necə sürpriz nəticələr, necə aşağı qiymətlərin, imkanları daha aşağı qiymətləndirilən yığma komandalarda belə demək mümkünsə boylarından yüksəyə tullandılar. Yəni amma inşallah Qarabağın yenə qələbə ilə növbəti mərhələyə keçəcəyini düşünürəm. Digər klubumuz isə Zirədir. O da Torpedo Kutaisi ilə qarşılaşacaq. O da ilk oyunda çox gözəl nəticə qazanıb və ümid edirəm ki, onlar da yenə sabiq milli yığma komandamızın müdafiəçisi Rəşad bəyin rəhbərliyi altında yenə baxımlı və gözəl nəticə əldə edə biləcəklər. Azərbaycan klublarının ümumi, belə deyək də, özətini belə deyək, keçdiyi turla bağlı ümumi dəyərləndirmə. Mən Samir bəylə dünya çempionatı ətrafında daha geniş danışacağıq. Mən əbəs yerə dünya çempionatı ilə, dünya futbolu ilə bağlı, Avropa futbolu ilə bağlı demədim. Mən istərdim ki, əziz tamaşaçılar, mənim qarşımda Babək bəyin təqdim etdiyi futbolda sosial məsuliyyət proqramının layihəsi var və bu 2026-2030-cu illəri əhatə edir və göz gəzdirdim. Müəyyən belə deyək, daha detallı inşallah evə gedəndə bunu oxuyacağam, boş zamanım olarsa, vaxtım olarsa. Və bu layihənin məqsədi nədir? Və bu layihədə Neftçi İdman Klubunun, ümumiyyətlə Neftçi Azərbaycan idmanına, xüsusilə futboluna nə kimi töhfə verə bilər bu layihə ilə? Ümumi olaraq Elçin müəllim, sizə təşəkkür edirəm bu layihəmiz barəsində danışdığınız üçün. Təbii ki, bu layihənin ərsəyə gəlməsində Neftçi İdman Klubunun rəhbərliyinin, Neftçinin rəhbərliyinin təşəbbüsü ilə bu layihə yaranıb. Ona görə fürsətdən istifadə edərək sizin efiriniz vasitəsilə Neftçi İdman Klubunun rəhbərliyinə, Neftçinin rəhbərliyinə özlərinin təşəkkürümü bildirirəm ki, bu sosial layihənin həyata keçirilməsində gənc məşqçisinə, Neftçi öz gənc məşqçisinə diqqət, qayğı göstərib. Bugünkü gündə Neftçi İdman Klubu
klubunda ümumi olaraq bu layihənin ərsəyə gəlməsi təbii ki, mənim ümumi olaraq Neftçi rəhbərliyinin təşəbbüsü ilə mənim sayəmdə bəli, bu layihəni hazırlamışam. Təbii ki, bu layihəni necə hazırlamışam? Ümumilikdə desək ki, AFFA-da bizə keçirilən seminarlar və eyni zamanda bildiyiniz kimi mənim atam uzun illər Neftçi İdman klubunda Uşaq futbol məktəbinin direktoru vəzifəsində. Bu arada Məhərrəm müəllimlə bağlı birazdan sürprizimiz olacaq. İnşallah mənim üçün də maraqlı olar həmin sürpriz və onun da ümumi olaraq mənim atam Həsənov Məhərrəm Azərbaycan Respublikasının əməkdar məşqçisi, onun da töhfələri sayəsində ümumi olaraq bu layihə ərsəyə gəlib. Təbii ki, ümumilikdə desək ki, burada bu layihənin əsas yanı pigmenti, əsas məqsədimiz burada uşaqları futbola cəlb eləməkdir və eyni zamanda gözdən əlil uşaqlar, daha sonra uşaq evində idmanlar, ümumi olaraq yəni sosial layihədir təbii ki və eyni zamanda da burada bunun içərisinə, proqramın içərisinə, layihənin içərisinə baxsaq, burada gördüyünüz kimi ümumi olaraq bizim komandamızla ümumi bir foto çəkilib Zəfər Muzeyində. Bizim klubumuzda Neftçi İdman klubunun 14 liqasında çıxış edən ümumi olaraq şəhid ailə üzvlərinin övladları var, Qarabağ qazilərinin övladları var. Təbii ki, bəli, bizim də bugünkü gündə klubumuz tərəfindən şəhid ailə üzvlərinin və Qarabağ qazilərinin övladlarına isə xüsusi yanaşma vardır. Onların futbolda irəli getməyi üçün biz əlimizdən gələni edirik. Təbii ki, bizə də yaradılan şəraitə görə Neftçi rəhbərliyinə təşəkkür edirik. Ümumi olaraq onları biz futbola cəlb etmişik. Qarabağ qazilərinin və eyni zamanda Qarabağ qazisinin ümumilikdə necə deyərlər, burada görürsüz şəkildə operatorumuz yəqin ki yaxınlaşdırar. Ümumi olaraq babası da qazi olub, atası da eyni zamanda qazi olub. Yəni biz onu futbola cəlb etmişik. Biz onlara xüsusi diqqət və qayğı ilə yanaşırıq. Bugünkü gündə də yəni bizim əsas məqsədimiz yaxşı vətəndaş yetişdirməkdir. Biz uşaqları idmana cəlb edirik, biz onlara vətən sevgisini göstəririk və eyni zamanda onların yaxşı futbolçu olmaqları üçün isə öz əlimizdən gələni edirik. Bugünkü gündə də təbii ki, məlum məsələdir ki, Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan cənab prezidentimiz İlham Əliyev tərəfindən ümumi olaraq idmana dövlət diqqət və qayğı göstərir. Ona görə də fürsətdən istifadə edərək Milli Olimpiya Komitəsinin sədri cənab prezidentimiz İlham Əliyev isə xüsusi özlərinin təşəkkürümü bildirirəm gənc məşqçi olaraq. Və gənc məşqçi olaraq dediniz və burada mən baxıram perspektiv vəd edən məsələn bugün Babək Həsənov Neftçinin yuxarı yaş qruplarına ibarət futbol komandasına, yəni indi potensial nə qədər futbolçu yüksəlmə potensialı var bugünkü gündə? Məsələn, izlədiyimiz qədər Neftçidə bizim məsələn adlaya bilərsinizmi? Bugünkü gündə bəli, fəxrlə bu kürsüdən ümumi deyə bilərəm ki, mənim ümumilikdə sıfırdan futbola gəlmişdi. Boksla məşğul idim. Mən onu həyətdə futbol oynarkən görmüşdüm və onu dəvət elədim futbola. Eyni zamanda Keşlədə 201 nömrəli məktəbin stadionunda bugünkü gündə Neftçinin əvəz edicisində oynayır Real Fərzullayev. Bəli, Neftçidə oynayır. Mənim yetirməmdir. Bugünkü gündə ümumi olaraq Neftçinin ikinci komandasında oynayır və eyni zamanda çoxsaylı Neftçiyə uşaq futboluna biz uşaqlar hazırlamışıq və onların yüksəlməsi üçün biz əlimizdən gələni eyni zamanda edirik və çalışırıq. Keçən ilə də nəzər yetirsək Neftçi Futbol Akademiyasının yəni ümumi olaraq biz mənim özüm şəxsən seçimlər edərək ümumilikdə 2 uşaq vermişəm. Bunun adını sadalaya bilərəm də yəqin ki. Əlbəttə bu. Yusifdir. Bəli. Yusif Müzəffərovdur. 2019-cu il tələbəm. Daha sonra isə digər tələbəmi də eyni zamanda yaxşı klublarımızdan birinə də eyni zamanda mən onları yönləndirmişəm. Ümumilikdə bəli. Babək müəllim, neçə yaşınız var? Mənim 24 yaşım var. 24 yaşda bu cür uşaqları yetişdirmək hədəf nədir?
Məşqçi Təbii ki, kimi. Təbii ki, deyir əsgərin hədəfi də general olmaq istəməyən əsgərdən yəni əsgər olmaz. Yəni belə bir deyim var, belə təxminən. Yəni hər bir əsgərin hədəfi general olmaqdır, aydın məsələdir. Yəni sən hədəfin nədən ibarət? Mənim ümumi olaraq hədəfim bugünkü gündə özünüz də mənim yəqin ki, sosial şəbəkələrdə paylaşımdan özünüz görürsüz ki, ən əsas mənim əsas məqsədim, prioritetim o olub ki, mənim atam mənə deyib ki, yaxşı insan ol. Ən əsas yaxşı insan olmağı sən bacarmalısan. Bəli, bəli. Və bugünkü gündə də ümumi olaraq mən yaxşı insan olmağı, ümumi olaraq bunu sizlər görürsünüz. Sizin yaxşı insan olmağınızdan heç birimizin şübhəsi yoxdur. Təşəkkür edirəm. Futbol sferasında. Futbol sferasında isə mənim hədəfim həqiqətən Babək müəllim çox yaxşı insan, ürəyi təmiz. Təşəkkür edirəm. Çox belə zəhmət sevər və çox zəhmətkeş, qayğısevər biridir. Yəni bunu bilirik. Bəli. Bunu görürük, hər kəs də görür. Futbol sahəsində əsas. Futbol sahəsində təbii ki, mənim də məqsədim var, hədəfim vardır. Necə deyirlər? Mən bilirəm ki, C kateqoriyasını oxumusunuz hal-hazırda kurslarda. Bəli. İnşallah Allahın izni ilə B kateqoriyasını oxumaqdır. Ondan sonra inşallah Allahın izni ilə təbii ki, mənim də hədəfim Azərbaycan milli komandasında çalışmaqdır. Çünki mən eyni zamanda uşaqlara vətən sevgisini göstərirəm və bu mental olaraq, mentalitet olaraq bəli, vətən sevgisini. Çılğın çıxışlarınız var, görürəm. Məşq prosesində o motivasiyalı danışıqlarınız var. Bəli. O motivasiyalı danışığı kimdən bəhrələnirsiniz? Bu olaraq o içdən gələn bir şeydir. Bəli, o içdən gəlir. Bəzi məşqçilər də atır ki, məsəl üçün müəllim bunu niyə heyz alayaraq deyirsən? Məsəl üçün elə sizin verilişinizdən istifadə edərək hərəkəti necə icra etmək lazımdır. Məsəl üçün də topun arxasınca mən bunları ümumilikdə uşaqlara aşılayaraq deyirəm ki, yəni uşaq ümumilikdə bunu başa düşsün. Ümumi olaraq və eyni zamanda çəkiliş getdiyi üçün mən bunu izləyicilərimə də izah edirəm ki, yəni ümumi olaraq səlis şəkildə mən bunu deyirəm, heyecanlayaraq deyirəm və bunu ifadə edirəm uşaqlara və eyni zamanda praktiki olaraq göstərirəm. Təbii ki, ən əsas bayaq verdiyiniz suala istinadən onu bildirmək istəyirəm. Mənim əsas məqsədim təbii ki, Neftçidə yaxşı yaş qruplarının birində məşqçi kimi fəaliyyətimi davam etdirmək. Neftçi futbol klubunda bəli, yaxşı necə deyirlər, məşqçi karyeramı güclüyüm. Bəli, yavaş-yavaş irəliləmək vaxtıdır, zamanıdır. Təbii ki, bunu isə rəhbərlik özü inşallah vaxtı gəldiyində qiymətləndirəcək və mənim ən əsas məqsədim Azərbaycan milli komandasında işləməkdir və ümumi olaraq qarşıma məqsəd qoymuşam. O məqsədə doğru da gedirəm. İnşallah Allahın köməkliyi ilə ümid edirəm ki, hər kəs arzu olduğu yerə gəlib çatır. Və bugünkü gündə isə sizin verilişinizdən, fürsətdən istifadə edərək AFFA prezidenti cənab Rövşən Nəcəfə özlərinin təşəkkürümü bildirirəm ki, son illər ərzində federasiyaya gəldikdən sonra atdığı addımlar, eyni zamanda stadionların yaradılması, özünüz də bilirsiniz ki, bu yeni stadionların ötürdükləri dəyişdirildi. Bu da ki, təbii ki, 20-ci sahə Bayıl stadionunda özünüz də gördünüz ki, bu stadionun da ötürdüyü dəyişdirildi. Siz məşqçilərin ən böyük problemi aşağı yaş qruplarında çünki oyunlar zədə riskləri var. Yəni daha çox uşaq futbolunda o qazon çox önəmli detaldır. Bəli. Təbii örtük olsa daha yaxşı olardı, aydın məsələ. Təbii ki, bununla da bağlı olaraq mən sizə yenə də vurğulamaq istəyirəm, bildirmək istəyirəm ki, ümumi olaraq bununla bağlı olaraq AFFA prezidenti cənab Rövşən Nəcəfin diqqət və qayğısındadır. Necə deyirlər, ümumi olaraq etap bunları necə deyirlər, həyata keçirirlər, oturduklarını meydançalarda dəyişdirirlər. Bugünkü gündə də ümumi olaraq uşaq futbolunun inkişafı üçün isə AFFA öz əlindən gələni edir. Çox gözəl detallı şəkildə vurğuladınız, mən deyərdim və mən şəxsən belə deyək də, indi ola bilər biz birimizi qiyabi tanıyırdıq və mən sosial şəbəkə vasitəsilə izləmişəm sizi daha çox. İndi siz yəqin ki, uzun illərdir indi efir vasitəsilə falan indi izləyirsiniz, görmüsünüz məni. Bu ətraflı danışdınız. Yəni çox gözəl danışdınız. Əsas məsələ bunu icra etməkdir. İcrada bizim Azərbaycan futbolunda ciddi problemlər var. Sizin əməyinizə sayğıdır bu. Mən onu bildirmək istərdim. Yəni bu detallı şəkildə hazırlanıb bu layihə. Sadəcə olaraq bunun icrası çox önəmlidir. Bunu icra etmədə
mən klub rəhbərlərinə, xüsusilə Neftçi İdman Klubu rəhbərliyinə xahişim var ki, bu cür gənc mütəxəssisləri, mütəxəssis yolunda inkişaf istiqamətində hər vəclə özünü inkişaf elətdirməyə çalışan mütəxəssislərə, gənclərə yol açsınlar ki, çünki bu layihələr icra olunduqda dəyərə minir. Yəni bunu apar qoy kitab rəfinə və yaxud da hansısa bir çəkməcəyə falan. Yəni bu mənası yox. Bu icra olunanda dəyərə minir. Odur ki, Babək müəllim, sizə bu yolda uğurlar diləyirəm. Çox önəmlidir, çox detallıdır. Samir bəy, siz də uşaq futbolu ilə bağlı çox həssas məsələdir. Bilirik, sizə Avropada, xüsusilə Avropa futbolunda uşaq futbol məktəblərinin inkişafı və aşağı yaş qruplarında hansı formada inkişaf edirlər, mütəmadi sizə bundan mütaliə edirsiniz, izləyirsiniz. Çox maraqlı söhbətləriniz olub. Ümumi necə dəyərləndirərdiniz Azərbaycan futbolunun, yəni biz uşaq futbolunu inkişaf etdirmək üçün nələr etməliyik, nələr olmalıdır? Bəli, çox gözəl məsələyə toxundunuz. Mən fikirləşirəm ki, futbolun qlobal şəkildə inkişaf etməsi üçün doğrudan da uşaq futbolu önəmli rola malikdir. Amma bunu planlı şəkildə etmək lazımdır. Yəni müxtəlif yaş kateqoriyalarından başlayaraq artıq ən kiçik yaş kateqoriyalarından başlayaraq ən üst pillələrə doğru pillə-pillə irəliləmək lazımdır. Və belə olacaq təqdirdə, yəni futbola kompleks şəkildə yanaşacağımız təqdirdə məncə bizim də futbolda irəliləyişlər mümkün ola bilər. Necə ki, məsəl üçün yenə Avropa futboluna gətirirəm. Məsəl üçün İspaniyanın uğurunu Luis de la Fuente artıq 12 ildir ki, 19, 21 və əsas yığma 3 kateqoriyada çalışıb və mütəmadi olaraq yığmanı yüksək səviyyəyə gətirib yüksək səviyyədə saxlayır və bu da nədən irəli gəlir? Çünki futbola kompleks şəkildə yanaşma və aşağı yaş kateqoriyalarından başlayaraq futbolçuların inkişafında mühüm rol oynamaq lazımdır və bunun üçün də yüksək səviyyəli peşəkar mütəxəssislərə əlbəttə ki, ehtiyacımız var. Həm keçmiş futbolçular, həm də futbolçu olmayıb öz mütaliəsi, öz futbol biliyini artıraraq belə bir səviyyəyə gəlib çatmış insanlar da bu uşaq futboluna gəlib, bəli, və məsəl üçün Babək bəy kimi hələ bu gənc yaşlarında inşallah ona da uğurlar arzulayırıq. Bəli, və kompleks şəkildə məncə yanaşılsa bizim uşaq futboluna inşallah ondan sonra artıq bu bizim daha yüksək yaş kateqoriyalarında sirayət edəcək, belə düşünürəm və inşallah yığma səviyyəsinə də məncə gəlib çıxa bilər. Elə kompleks, bizim problemimiz də elə kompleks şəkildə yanaşmadadır. Azərbaycan futbolunun ən böyük problemi odur ki, hər şeyimiz kağız üzərindədir. Kağız üzərindədir, icrada ciddi problemlərimiz var. Müəyyən son illərə nəzər yetirdikdə, təbii ki, son 2-3 il ərzində müəyyən yeni AFFA rəhbərliyi ilə müəyyən dəyişikliklər nəzərə çarpır. İndi bir strategiya hazırlanır və o strategiyanın hansı formada icra ediləcəyi ilə bağlı ortaya hələ bir nümunə qoyulmayıb, etiraf edib. Bəlkə də 2 il, 3 il sonra biz bunun nəticələrini görə bilərik. Amma əsas məsələ, əziz tamaşaçılar, kağız üzərində qalmasın. Əsas məsələ bunu meydanda icra etməkdədir. Babək müəllim, Azərbaycanın tanınmış futbolçuları, milli komandamızın sabiq üzvləri bu günlərin tendensiya halı alıb, hər biri futbol akademiyası, məsələn, filan kəs o filan kəsin futbol akademiyası və müxtəlif yaş kateqoriyası, aşağı yaş kateqoriyalarında seçimlər elan edir. Bu sizcə marketinq cəhətdən belə deyək, təbii ki, önəm cəlb eləyir. Yəni bu önəm kəsb eləyir. Yəni bu marketinq çox önəmli detaldır. Məsələn, Mahir Şükürovun, salamlayırıq Mahir müəllimi də, akademiyası var. Xeyirli uğurlu olsun və yaxud da indi ola bilər gələcəkdə Vaqif Cabadov olsun, Ruslan Abışov olsun və s. Yəni adlar çoxdur. Bu nə dərəcədə uyğundur? Bu prosesin icrasında bir mexanizm olmalıdırmı? Hər, təbii ki, veteran futbolçularımıza buradan söz atmıram mən. Uğurlar deyəm, olan təcrübələri, kateqoriyaları da var. Yəni, hər yerindən duran futbol akademiyası açmalıdırmı? Bununla bağlı nəsə bir mexanizm olmalıdırmı? AFFA tərəfindən buna nəzarət edən bir komitə yaradılmalıdırmı? Çünki ola bilsin ki, həmin o akademiyaya çox yaxşı bir uşaq gəlib,
uşaq istedadlıdır. Sadəcə olaraq bir səhv yanaşma ilə uşağın bir dəfəlik futbol, yəni futbola başlama istəyinin üzərindən də qalın çarpaz xətt çəkilə bilər. Uşaq futbola da küsə bilər. Burada məncə aşağı yaş qruplarında əsas mental yanaşmadır. Siz bunu necə dəyərləndirirsiniz? Ümumi olaraq Elçin müəllim verdiyiniz suala görə sizə özlərinin təşəkkürümü bildirirəm. Çox necə deyirlər, həssas, yaralı yerimizə ümumilikdə toxundunuz. Təbii ki, buna ümumilikdə AFFA, Azərbaycan Futbol Federasiyası buna ümumi olaraq nəzarət etməlidir və eyni zamanda isə buna nəzarət edəcək komitə yaradılmalıdır ümumi olaraq. Təbii ki, mən bugünkü gündə məsəl üçün lisenziya almışam, gedib özümə bir necə deyirlər, klub açmalı deyiləm və burada özümə eyni zamanda elə bir ümumi olaraq bəzi məşqçilər var ki, futbolu biznesə çeviriblər. Mən məsəl üçün aparıram İspaniyaya, mən aparıram Türkiyəyə, mən aparıram filan yerə. Ümumi olaraq bu uşaq komanda özü deyir ki, komanda şəklində ümumilikdə aparıram, mən məsəl üçün xarici ölkəyə səfər edirik də. Gərək komanda bir yerdə komplektləşə, bir yerdə ümumi məşq edər ki, sən bunu xaricə çıxardasan. Bəzi məşqçilər var ki, bəli, mən sizin fikrinizlə tamamilə razıyam. Bəzi məşqçilər var ki, bu işi ümumilikdə biznesə çeviriblər. İstər məşqçi həmkarlarım məndən incisin, istərsə inciməsinlər, amma bu acı reallığı isə mən bildirməliyəm. Və eyni zamanda elə məşqçilər də var ki, ümumilikdə yaxşı istedadlı futbolçuları hazırlaşdırırlar, bir bəlli mərhələyə qədər gətirirlər. Daha sonra ondan sonra isə ümumilikdə bunu kluba verirlər. Təbii ki, burada Elçin müəllim ən əsas məsələyə toxunsaq, əslində ümumi olaraq özəl məktəblərin, klubların, komandaların olması yaxşı bir şeydir. Sadəcə olaraq buna nəzarət edəcək bir mexanizm olmalıdır. Məsəl üçün bu mexanizmi isə icra etməlidir federasiyamız. Mən bilirəm ki, ümumilikdə yəni AFFA-nın ümumi strategiyasında, ümumi yəni bu iş prosedurunda mərhələli şəkildə hər bir şeyi icra edirlər və buna da ümumi olaraq bildirmək istəyirəm ki, buna da özləri nəzarət edəcəklər. Yəni burada klublar var ki, mən məsəl üçün sizin özünüz övladınızı gətirirsiniz Neftçiyə. Gətirirsiniz seçimlərə. Bu uşaq yəni necə deyirlər, bir bəlli yaş var da, məsəl üçün 10 yaşı var seçilmir. Siz nə edirsiniz? Deyirsiniz ki, bu uşağı hara yazdırım? Məsəl üçün yazdırım Babək futbol klubuna. Aparırsınız özəl bir məktəbə yazdırırsınız. Bu uşaq orada bəlli bir mərhələyə gəlir. Ondan sonra isə Neftçiyə, Qarabağa məşqçilər, peşəkar məşqçilərin ümumi olaraq təcrübəsi ilə, zəhməti ilə birlikdə uşaq gedib komandalara seçilir. Peşəkar fəaliyyət. Bəli, peşəkar klublara seçilir. Ona görə isə ümumilikdə buna bildirmək istəyirəm ki, yəni klublarımız bu addımları açsalar daha yaxşı olar. Rəsmi klublarımız bu ümumilikdə özlərinin məktəbləri olsa daha yaxşı olar. Mən ümid edirəm ki, bəzilərində də vardı özəl məktəblər, yəni onların nəzdində açılıb klublar var ki, yəni ümumi olaraq valideynlər övladlarını rəsmi klublara, peşəkar klublara həvalə etsələr daha yaxşı olar ümumilikdə. Amma bu məsələ isə bu prizma yaxşı bir prizma deyil ki, mən bu gün kateqoriya aldım, səhər gedib özümə komanda, klub yaradıram. Təbii ki, burada klub yaratdığı zaman ümumi olaraq gərək burada dövlətə vergi ödəyəsən, sənin sponsorun olmalıdır. Məsəl üçün, akademiya isə Elçin müəllim, acı gerçək olsa da, necə deyirlər, biz bunu deməliyik. Akademiya deyiriksə, akademiyada uşağın yatağı da orada olmalıdır, məktəbi də orada olmalıdır, bəli, təhsili də orada olmalıdır, məşqi də orada olmalıdır ümumilikdə. Burada akademiya, məşqçilər bunu biznesə çevirib. Akademiya deyir, Babək Futbol Akademiyası. Nətər mənim akademiyam var? Mənim orada ümumi olaraq, məsəl üçün, qalmağa yerim yoxdur. Ümumi olaraq uşaqların bərpa üçün dincəlməyə yeri yoxdur ümumilikdə. Təhsili orada keçilmir. Qida rasionu. Bəli, o akademiya deyil axı. Sadəcə olaraq bəzi məşqçilər
buna biznes kimi baxırlar və valideynlərin cibinə girərək valideynlər Xaricə aparacam vədi ilə anladırlar. Bəli, xaricə verirəm. Bəzi məşqçilər də var. Bəli, mən amma ümumilikdə heç bir məşqçinin təbii ki, bu efirimizdə olacaq ki, mənə zəng gələcək ki, ay babək, mən çıxıb danışırdılar orada. Təbii ki, burada onları bəli nəzərdə tutmuram. O bəziləri var ki, həqiqətən də ki, necə deyirlər, vəd verirlər ki, mən aparam falan yerə və yaxud da yerindən duran akademiya yaradılır. Təbii ki, ümumi olaraq mən buradan da sizin yayımınızdan da fürsətdən istifadə edərək buradan hörmətli APPA prezidenti cənab Rövşən Nəcəfədə ümumi olaraq federasiyada təklifim olar ki, bu mexanizm yaradılsa, ümumi olaraq yəni hər yerindən durub klub yaratmaq istəyən klub yaratması təbii ki. Təbii ki, təcrübəli bizim məşqçilərimiz vardı ümumi olaraq Azərbaycanda və Azərbaycan futbolunun inkişafı üçün isə əlindən gələni edirlər. Həmin məşqçi həmkarlarımı da buradan salamlayıram. Gələn dəfə siz oturarsınız, mənim danışacaqsınız. Samir, sən nə deyə bilərsən bu məsələ ilə bağlı? Yəni akademiyanın yaradılması, marketinq və çox gözəl vurğuladı. Məsələn, mən bir valideynəm, oturmuşam, belə baxıram, biləm qabağıma reklam keçdi. O filan tanınmış oyunçunu da ad demirəm, sonra deyəcəklər ki, Elçin elə hər dəfə bizi gözə gətirəcək. Filan məşqçinin, filan millimizin sabiq oyunçusunun tanınmış oyunçu olub, futbol akademiyası. Belə baxırsan, deyirsən ki, bəlkə uşaq aparım, yazdırım ora. Aparırsan, yazdırırsan, o da müəyyən qazanc əldə etmək üçün deyəcək, sən uşağın superdir, gələcəyi parlaq, bəlkə də uşaq, yəni uşağın qabında yoxdur, ha. Yəni pul almaq üçün, aylıq ödəniş almaq üçün və bir hər dasa bir 20, 30, 40 uşaq olsa elə, yəni inandırım sizi bəs eləyir. Nə danışsan? Futbolumuzun gələcəyidir bu uşaq. Nə danışsan? Uşağa kəllədir, kəllə. Şeydansa tamaşada deyir, kəllədir, kəllə. Ona görə də, yəni belə problemlər bizim futbolda çox ciddi belə nəticələrə gətirib çıxara bilər də. Bəlkə də o uşağı yarımçıq böyüməyinə səbəb ola bilər. Yəni futbol cəhətdən. İnkişaf baxım. Bununla bağlı. Bəli, mən düşünürəm ki, belə futbol məktəbləri açmaq əslində bir tərəfdən yaxşıdır, amma yenə bildirdiyim kimi bir qədər əvvəl, yəni kompleks şəkildə yanaşma olsa və bir məqamı da qeyd edeyim ki, biznes kimi yanaşmaq, yəni düzdür, hamı istəyir ki, qazancı nəsə olsun. Bir bəli, özü üçün bir təsis açanda filan nəsə bir struktur rəhbəri olanda qazanc hər şeydə əlbəttə ki, önəmlidir, amma futbolda xüsusi tək futbolda yox. Yəni idmanın bütün sahələrində olduğu kimi futbolda da yəni ilk növbədə biz idmançıların inkişafını nəzərə alıb onların inkişafına töhfə vermək yolunda çalışmalıyıq. Yəni məsəl üçün kimsə futbol akademiyası açırsa, onu elə etmək lazımdır ki, orada ön plana daha çox ora gələn uşaqların oyunu çıxsın. Yəni bu əgər bu uşaq bu futbol məktəbinə məsəl üçün yönləndirilibsə, ora həmin o futbolla məşğul olmaq işləyən gənc yaşında uşaqları elə yönəltmək lazımdır ki, onlar futbolun İştiraklarına bəli, sirlərinə yiyələnməyi bacarsınlar. Əlifbasını düzgün öyrənsin. Bəli, yoxsa buna biznes kimi baxanda ancaq məsəl üçün pul qazanır, bəli, topat qabağına get qaz vur. Onda əlbəttə ki, uğur kənardan da bilirsiniz, amma maşallah bu nədir? Valideyndir. Mənim uşağım gələcəkdə yaxşı futbolcu olacaq. Hara olursan uşağın? Sən uşağın potensial 50 manat, 100 manat gözü ilə baxılır ki, hər ay ödəniş eləyəsən. Yəni burada bəzi detallar var. Məni danışdırmayın da, burada çox danışdırmayın məni. Məsəl üçün qeyd edə bilərik ki, hamı bildiyi kimi, məsəl üçün Barcelona uşaq məktəbi La Masia dünyaca məşhur. Nəyə görə? Çünki yalnız bəli, strategiya var, hər şey bir yerdədir. Akademiya, təhsil, hər şey bir. Yəni klublar açmalıdır. Məsələn, bu Neftçidə var, Qarabağda var, Sabahın akademiyası çox yaxşıdır. Yəni o futbolların nəzdində aydın məsələdir. Yəni burada peşəkarlar daha peşəkar yanaşılır, özdə seçimlər də daha fərqli formada olur. Yəni istedadlar daha çox ön plana çıxır. Yəni sən filan kəsin oğludur, gətir götürüm söhbəti yoxdur. O fərdi futbol akademiyaları deyil ki, deyəsən ki, maddi qazanc, biznes maraqları ön planda olsun. Çox düzgün vurğuladım. Buyurun. Bir də Elçin bəy, bu hərdən mən izləyirəm. Məsəl üçün Barcelonada, Madriddə bu aşağı yaş qruplarında olan uşaqlar, məsəl üçün baxırsan ki, 8 yaşı, 12 yaşı, nə bilim 13 yaşı var, amma elə oynayırlar ki, yəni belə elə qollar vururlar ki, məsələn bu yaxınlarda bir qol vurdu, bir 5 nəfəri o
məşhur İbrahimoviçin o Bəli, baxmışam. Bəli. Real Madriddə də var o uşaq deyirlər, 13 yaşı var uşaq. Bu uşaq artıq bu yaşlarından bunu eləyə bilirsə, yəni o deməkdir ki, buna elə bir kompleks şəkildə yanaşılıb ki, bu yəni elə bir məşqlər keçirilib, elə bir Bilirsən necədir burada? Çox düzgün vurğuladın. 14 yaşlılar hansı sistemdə oynayırsa, əsas komanda da o sistemdə oynayır. Yəni bu uşaq artıq o yaşa gəlib çatana qədər yaxın artıq olur hazır bir məsələn hazır kadr. Lamin Yamal 16 yaşında gətirdi İspaniyanı belə baxanda, yəni Nico Williams'la birlikdə. Nico biraz ondan bir neçə yaş böyükdür, amma məsələn Yamal 16 yaşında belə baxanda bizim uşaq gözümüzdən baxdığımız bir futbolçu gəldi İspaniyanı bəlkə də 2024-ün Avropa çempionu etdi. Yəni o cürünə parlaq oyunmuş kimi. Halbuki onun 16 yaşı var. Yəni deməyim odur ki, yəni bunlar gör necə uşaq yaşlarından, artıq 5-6 yaşından o cürünə futbolun sirlərinə yiyələnməyə başlayırlar ki, daha qlobal bir düzgün yanaşma olmalı. Bəli, düzgün yanaşma. Və bu artıq 15 yaşına çatanda artıq bu beynəlxalq futbol arenalarında özünü göstərə biləcək səviyyəyə çatır. Və yanaşma tərzi. Sami müəllimin dediyindən təbii ki, mən də razılaşıram. Elçin mən bayaq bir mövzuya da toxundunuz ki, Neftçidə seçimlər fərqli olur. Həqiqətən Neftçidə seçimlər Sami müəllim çox fərqli olur. Bugünkü gündə Neftçidə ədalətli şəkildə ümumi olaraq seçimlər keçirilir. İstedadlı futbolçuları gördüyü zaman məşqçilər özləri cəlb komandaya, kluba cəlb Aydın mən sizə buradan necə deyərlər bildirim ki, ümumilikdə Neftçinin hər hansısa bir məşqçisi də, hansısa bir uşaq top çilir qoyur, məsələn fərqli bir fintlər edərək bunu qoyur sosial şəbəkədə paylaşır. Onun qabağına çıxdığı zaman inanın ki, o uşağı da futbola cəlb etmək üçün mənim özüm dəfələrlə olub ki, elə istedadlı uşaqları komandaya cəlb etmişəm və ümumilikdə 2012-ci il təvəllüdlü futbolçularda da onu Afvan yarışlarına biz çıxartmışıq. Ümumi desək ki, hal-hazırdakı ümumi olaraq Neftçi klubunda dayday söhbəti yoxdur. Əgər istedadı varsa, uşaq ümumilikdə məşqçi ona şərait yaradır. Bugünkü gündə mən 14 liqasının baş məşqçisi vəzifəsini yəni 2025-2026-cı il futbol mövsümündə icra etmişəm ümumilikdə. Vicdanla bu peşəni, yəni ümumilikdə etmişik. Seçimlərimiz bizim ədalətli şəkildə olub və qəti şəkildə bir nəfər çıxıb deyə bilməz ki, Babək müəllim filankəsi daydayına görə oynadı. Heç vaxt. Tam açıq sizin efiriniz vasitəsilə mən bunu deyirəm, alnı açıq şəkildə deyirəm. Bugünkü gündə Neftçi klubunda istedadlı uşaqlara, yeniyetmələrə xüsusi diqqət yanaşma vardır və övladınızı isə tam valideynlər əminliklə Neftçi futbol komandasına seçimlərə də gətirə bilərsiniz, yazdıra da bilərsiniz. Bu bir reklam deyil, təbii ki, ümumi olaraq bu reallıqdır. Həqiqəti mən sizə bildirim. Sizin sözünüzə qüvvət, sonra bir fikrimlə tamamlamaq istəyirəm müzakirəni. Mən bunun şahidiyəm. 13 yaşından etibarən, 13 yaşından etibarən tanıdığım bir uşaq var idi. Əvvəlki yaşadığımız yerdə biraz da qohumluğu da çatır o uşaq. O uşaq Neftçinin hər yaş üzrə kateqoriyalarında daha uğurlu çıxış eləyərək, artıraraq bu gün Neftçini 2-nin əsas heyət üzvlərindən birinə çevrildi 20 yaşında və bu mövsümdə Sloveniya təlim məşq toplanışına Vernidub tərəfindən dəvət edildi Aslan Şirinov. Sağ cinah müdafiəçisi və bu əsas heyətə də bu mövsüm cəlb edilməsi gündəmdədir. Vernidub çox bəyənibdir. Yəni burada ədalət, forma ədalətli dağıdılanda, uşaqlara ədalətli dəyər veriləndə futbolumuz inkişaf edir burada. Başqa heç bir şey yox. Yəni futbol inkişaf edir. Mən bu günlərim Aslan Şirinovlar qazandırılmalıdır. Məsələn, müxtəlif adlar qazandırılmalıdır. Yəni bizim gələcəyimiz bu uşaqlardır. Mən istərdim verilişimizin birinci hissəsini bitirim. Buyurun, nəsə sözüm varsa. İstifadə edərək Sami müəllim, sizlə də, Elçin müəllim, sizlə də bir efirdə olmaq mənə xoş oldu. Buyurun. Təbii ki, bugünkü gündə yaratdığınız şəraitə görə sizə özlərinin təşəkkürümü bildirirəm. Təbii ki, fürsətdən istifadə edərək bugünkü gündə idmana xüsusi diqqət qayğı göstərən cənab prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya özlərinin minnətdarlığımı ifadə edirəm ki, bugünkü gündə idmanımıza diqqət qayğı göstərilir və eyni zamanda isə bugünkü gündə sizin efiriniz vasitəsilə Neftçi rəhbərliyinə, cənab Neftçi Futbol Klubunun ümumilikdə Müşahidə Şurasının sədri cənab Hafiz Zeynalova özlərinin təşəkkürümü bildirirəm ki, gənc məşqçilərə diqqət qayğı göstərilir. Gənc Sümərə də
Kamil Məmmədova da hər birinə buradan salamlarımızı Təşəkkür çatdırırıq. Zaur Əzizova da. Bəli. Neftçi rəhbərinə də özlərinin təşəkkürümü bildirirəm ki, bugünkü gündə gənc məşqçi olaraq mənə necə deyirlər, diqqət qayğı göstərirlər. Gənc məşqçilərə ümumi olaraq qayğılarını əsirgəmirlər. Uğurlar diləyirəm. Ümid edirəm növbəti verilişlərdə sizin çalışdırdığınız komandanın hansısa bir respublika səviyyəli yarışın qalibi olaraq elə bu studiyamızda qəbul edərik və mütəmadi də sizi inşallah efirlərimizdə görmək istəyirik. Əziz dostlar, bizim həftəlik protokol verilişinin ilk hissəsi başa çatdı. İndi keçirik ikinci hissəyə. İkinci hissədə çox önəmli bir futbol mütəxəssisi, Azərbaycan futbolunda sözün əsl mənasında saçını ağartmış, öz əməyini vermiş, çox ciddi və çox önəmli bir fəaliyyət planı ilə diqqət mərkəzində olan dəyərli mütəxəssislə bərabər olacağıq və bunun dünya çempionatını dəyərləndirəcəyik. Çünki 56 ildir dünya çempionatını yaxından izləyir və hər mundiala çox fərqli yanaşmaları var. Odur ki, ikinci hissədə görüşmək ümidi ilə hələlik deyirəm. Bəli, əziz tamaşaçılar, Futbol Ofisi TV izləyicilər, həftəlik protokol verilişinin ikinci hissəsini təqdim edirik. Bu dəfə dünya çempionatına toxunacağıq və yaxud da birinci hissənin sonunda anonsunu verdiyim kimi Samir bəy ilə yanaşı qonağımız Azərbaycan futbolunda bayaq qeyd etdiyim kimi saçını ağardan, Azərbaycan futbolunun müxtəlif kateqoriyalarında, yaş kateqoriyalarında çalışan, seminarlar keçən, məşqçilərə çox önəmli seminarlar keçən Məhərrəm Həsənov Azərbaycan futbol ictimaiyyəti çox yaxından tanıyır və SSR idman ustası, eyni zamanda Azərbaycanın bədən tərbiyəsi və əməkdar məşqçisi, yəni müxtəlif, yəni saysız hesabsızdır belə deyək titulları, sahib olduqları. Təbii ki, bu yaşa təsəvvür eləyin, 56 ildir dünya çempionatını izləyir Məhərrəm müəllim 70-ci ildən etibarən. Məhərrəm müəllim, xoş gördük. İlk növbədə deyim ki, sizin kimi futbol adamını bizim efirimizdə qonaq etməkdən məmnunluğumu sizin diqqətinizə çatdırmaq istərdim. Çox təşəkkür edirəm ki, bu dünya çempionatı bölümünə qatıldınız. Əslində Azərbaycan futboluna bağlı çox önəmli şeylər danışa bilərik, amma nəysə gələcəkdə düşünərik. Qalsın sonraya. Mundial necə dəyərləndirərdiniz? Məhərrəm müəllim. Bura dəvət elədiyinizə görə sənə təşəkkürümü Buyurun bildirirəm. müəllim. Bilirəm, sıxılırsınız. Bəli. Bəzən çıxıram evdə oturanda da TikToku izləyirəm. Sizi daha çox izləyirəm. TikTok verilərdən bəziləri bir də görsən ki, dünya çempionatını biri deyir ki, bu nə bilim şoudur. Biri deyir ki, danışılmışdır. Biri deyir, nə bilim, birinci hissə belə olacaq, ikinci hissə belə olacaq. Bu hərə öz səviyyəsində. Dünya çempionatında elə şeylər yoxdur. Mən 70-ci ildən dünya çempionatını izləyirəm. Günə qədər heç bir dünya çempionatını buraxmamışam, izləyirəm. Buradan sənin bu verilişini istifadə eləyib. Buyurun, mikrofon açıqdır. O Dünya Futbol Federasiyasının prezidenti Infantino dərin təşəkkürümü bildirirəm. Bəli, FIFA-ya. FIFA-ya dərin təşəkkürümü bildirirəm. 48 komanda dövlət orada iştirak edir. Bir Sayın Erdoğan'ın bir sözü var idi. Bəli. Deyirdi ki, dünya 5-dən böyükdür. Aha. Bu günləri dünya çempionatında Cabo Verde kimi komandalar, adını eşitmədiyimiz komandalar uğurla çıxış edirlər. Bugün dünya çempionatında İtaliya yoxdur. Bugün dünya çempionatında Hollandiya uğursuz oldu. Almanya tez getdi. Bugünkü dünya çempionatında Almanya uğursuz oldu, getdi. İndi Fransanın oyununu gördük. Axıra qədər tab gətirə bilmədilər. Bəli. İngiltərənin oyununu gördük. Axıra qədər tab gətirə bilmədilər. Fransa yenə həmçinin, ancaq yenə də indiyə qədər gördüyüm çempionatlar, keçirən çempionatların ən maraqlısı bu çempionatdır. İstər çempionatın təşkilatçılığı, onun açılışından tutmuş. Düz deyək, futbolda yenə deyirəm, hakim səhvləri də var. Hələ bir arada dedilər ki, simpatiyalar var. Simpatiyalar var. Nə bilim, bir daha dedilər ki, Trump zəng elədi, Infantino dedi ki, belə, nə bilim, filanca qırmızı kartın zadın. Belə şeylər olubdur. Yəni qüsursuz olmur. Ancaq bunların Infantino heykəlini qoymaq lazımdır. Bugün 48 komanda futbol nə qədər inkişaf edibsə, bəli, dövlətlərdə biz bunları görmürdük.
Gördün nətər komandalar ortalığa çıxdı. Bəli. Bu yeni tətbiq edilən Cabo Verde. Görün də orada nə qədər oyunçu transferləri olacaq böyük beşli ölkələrinə. Bəs nə? Çox önəmli. Vitrin idi. Bəs nə? Həm vitrindir, həm də ki biz görmürdük axı onları. Bəli, bəli. Bilmirdik. Müəyyən səbəbdən çıxa bilmirdilər. Bəlkə də 64 komanda eləsələr, gələcəkdə Azərbaycanda gedə bilər. Bir də ya çempionatı keçirsək iştirak eləyə bilərik biz, ya da ki komanda sayı artsa. Sən kütləviliyi ilə peşəkarlıq tutmurlar. Bəli, kütləvilikdir. Kütləvi olsun, çox olsun, uşaq sayı çox olsun, komanda sayı çox olsun, nə bilim. Ancaq peşəkarlıq başqadır. Peşəkar münasibət başqadır. bəli. Bir daha bura dəvət elədiyinə görə sənə uzun ömür, can sağlığı arzulayıram. Buyurun, mənim borcumuzdur. Nə vaxt Nə sualım oldu, sizə zəng eləyəcəm. nə vaxt desəz xidmətinizdə Estağfurullah, çox sağ olun. olduğunuzda hazıram. Siz sağ olun, təşkil. Buyurun. Mənim final ümumiyyətlə yarım final maçları İspaniya məsəl üçün indi daha detallı İspaniya futbolunu çox yaxından izləyir. Samir bəy danışacaq. Argentina İngiltərə maçı, yəni çox belə dramatik oldu sonlara doğru. Həmin Tuchelin dəyişiklikləri müzakirə edilir ki, yəni bu qədər müdafiəçi ilə sonra 25-30 dəqiqə oynamaq düzgün deyildi. Ümumi necə dəyərləndirirsiniz bir futbol mütəxəssisi prizmasından yanaşdıqda? Mən şərhçi dedi. Deyir, ay nə bilim uca boylu müdafiəçiləri düzgün zameniyalar eləmədi. Bəli, dəyişiklikləri düzgün eləmədi. Bunlar komandalar var idi 90 dəqiqə müdafiədə oynayırdı. Bəli, bəli. Kongo tut, o birisi komandalar var 90 dəqiqə Paragvayı götürür. Görsən 90 dəqiqə belə müdafiə oynayır, imkan düşdükdə kontrol edir, çalışırlar yaxalasınlar. Bunlar heç çatdıra bilmədilər. 70-ci dəqiqədən 75-ci dəqiqədən sonra komanda çəkildi, oturdu arxada. Müdafiə ölümdür. Bəli, müdafiə olmaq. Müdafiə ölümdür. Müdafiə oynamaqla özdə mən yenə deyirəm. Mən bunu tam bir peşəkar kimdir. Onlar fiziki cəhətdən də çatdırmadılar. Bəli, bəli, İngiltərə çatdırmadı, bəli. Onlar mənə çox boşluqlar verirdilər. Ancaq istək, əzm, peşəkarlıq Argentina dərs verdi. Bəli, bəli, dərs verdi. Çempionatda sona qədər. Bəli, Argentinadır 16 dənə dünya çempionatı. Bir də İspaniyadır. Bəli, ikisi də finaldadır. Bəli, onların mən fikirləşirdim, onların ikisi də finaldadır. Bəli. Samir, İspaniya Fransanı belə deyək də başın qaldırmağa imkan vermədi də. Yəni bir sözlə elə deyək, o Fransa hücumda yəni necə boğdusa, necə topsuz qoydusa, İspaniyanın qələbəsini ümumiyyətlə taktiki olaraq sən necə dəyərləndirərsən? Mən ilk olaraq qeyd etmək istərdim ki, Fransa-İspaniya oyunu, yəni dünya dəstəklərinə düşə biləcək bir oyunda hansı prizmadan. Yəni düzdür, o qədər bir templi oyun olmadı. Yəni amma orada Luis de la Fuente'nin seçdiyi taktika, yəni oyunu müqəddəratını həll etdi. Çünki oyunun ilk dəqiqələrindən İspaniyanın oyunu həmişə bildiyimiz kimi necədir? Topu hələ ki cərimə meydançasına çatmamış, yəni mərkəz xəttini keçəndən sonra öz aralarında qısa paslar əvvəlcə onu etdilər. Birinci fransız futbolçular boş-boş qaçdılar. Yəni topsuz qaçdılar. Bu da əlbəttə ki, topsuz qaçma futbolçunu daha çox yorur. Həm psixoloji cəhətdən, həm fiziki cəhətdən. Bir 10 dəqiqə İspanlar bunu etdi. Amma sonrakı bir 10-cu dəqiqədən sonra mən fikir verdim ki, fransızlar 1-2 dənə epizodda özünüz də gördünüz ki, təhlükəli çıxışlar elədilər. Hətta bir epizodda 15-ci dəqiqəyə yaxın oyunun gəlişərində iki ötürməklə yenə sağdan Dembele, soldan Mbappe'yə atdılar, amma Mbappe orada topu qəbul edən kimi Unai Simon qabaqdaydı. Topu birbaşa rəqib qapıya yönəltsəydi, bəlkə orada yəni oyunun taleyi də başqa cür ola bilərdi. Amma Mbappe onun əvəzinə biraz tərəddüd etdi, topu saxladı, dönmək filan, artıq onda müdafiəçilər öz yerini aldı. Və qeyd etmək istərdim ki, oyunu İspanlar çox yaxşı analiz etmişdilər. Baş məşqçinin tapşırıqlarını demək olar qüsursuz yerinə yetirdilər. Penalti epizodunda biraz belə yəni peşəkar futbolçuya bir qədər yaraşmayan bir penalti epizodu idi. Yəni orada Lukadin mən belə deyir, ətrafı kontrol etmək məsələsi var da. Və bu Lukadin məsəl üçün əvvəllər Barcelonada oynayanda da müxtəlif komandalarda da belə bir səhvləri mən çünki çempionatın oyunlarını da yaxından izləyirəm, səhvlərini görmüşəm. Yəni biraz belə epizodlarda özünü itirir. Və burada Döşamın bu futbolçunu start həyatında buraxması bilmirəm nə
dərəcədə doğrudur yoxsa yox. Amma elə məncə penalti epizodundan sonra oyunun taleyi artıq daha da həll olmaya başladı. İspanlıların sevdiyi kimi 0-1-i oyunda belə demək mümkünsə yaxaladılar. Ondan sonra öz oyunlarını daha da diqqət etməyə başladılar və ən əsası pasda tempi artırdılar. Qola qədər İspanlıların paslaşması, yəni pasın sürəti yox idi. Sadəcə öz tərəflərində paslaşırdılar. Amma qoldan sonra artıq inam da artdı onlarda. Artıq öndə baskı elədilər, müdafiədən top çıxarmanı imkan vermədilər. Topu çox rahat özlərində saxladılar, çox pasın tempini artırdılar. Oyunun tempi ümumi götürəndə yüksək səviyyədə deyildi. Amma pasın tempi artıq İspanlar pasın tempini yüksəldəndə bu fransızları bir qədər də çaşdırdı. Və ikinci hissədə də o gözəl Rodrinin sağ tərəfdən o açılması və topu qapıya göndərməsi ilə artıq fransızlar belə öz taleyləri ilə barışmalı oldular, belə desək. Yəni və İspanlar son 3 oyunda böyük turnirlərdə Fransanı 3-cü məğlub etdilər. Və bu da bir uğurdur. Fransa kimi dünya reytinqinin ilk pilləsində qərarlaşan hal-hazırda, yəni bu oyuna qədər belə idi. Yığma komandanı məğlub etmək düzdür. Əlbəttə İspanlılar da çox yüksək səviyyəli oyunçulara malikdilər, amma çox böyük. Yəni mən bu oyunu dəyərləndirirəm De La Fuente'nin qələbəsi. Çünki məşqçi işi. Bəli, məşqçi işi. Yəni bu məşqçinin doğrudan da çox belə həm də simpatik bir məşqçidir. Yəni mən o haqqında da çox oxumuşam. Çox belə din adamı, yəni öz əlbəttə ki, yəni katolik cəhətdən, yəni o bildirib ki, belə Allaha inam, din mənim həyatımda çox mühüm rol oynayır. Hətta mən səhərlər yuxudan oyananda da birinci növbədə sağam, buna görə Allaha şükür edirəm və ondan sonra günümə başlayıram. Çox belə təvazökar bir insandır. Oğlu da Alberto da bildiyimiz kimi yığmada çalışır. Bir analitik kimi oyunları analiz eləyir, atasına çox yaxından kömək eləyir və İspaniyanın uğurunu daha sonda yekunlaşdırıcı bir fikir kimi bildirmək istərdim ki, məncə İspaniyanın daha qələbəsində önəmli rollardan biri də komanda yığma daxilindəki ab-hava oldu. Çünki mən o fikir verirəm. Yəni məşqləri də izləyirdim, həm radio vasitəsilə, həm televiziya vasitəsilə. İspaniya televiziyasından izləyirsən bu arada. O dərəcədə İspaniya futbolunun izləyirdim və orada görürdüm ki, necə o oyun məşqlərdə məşqlər necə rahat ab-havada keçir. Yəni oyunçular çox rahat paslaşırlar. Bəli, De La Fuente çox gözəl oyunçularla münasibət qurmağı bacarıb artıq neçə illərdir və mən ümid edirəm ki, inşallah İspanlar necə ki o 2008, 10, 12-ci illərə dalbadal 3 dənə o böyük titul qazandılar. İnşallah 24-də qazanıblar, 26, 28 də olsa bir 10-15 il dünya səviyyəli turnirlərdə biraz kənara çəkilib, amma sonraki məsələn 10-15 ildən sonra dalbadal belə 2 və 3 böyük turnirlərdə qələbə qazansalar, elə bu məncə bəs eləyər. Artıq bir neçə ildən sonra gəlib bəlkə də bir Almaniya, İtaliya, Braziliya çempionlarının sayına da çata bilərlər inşallah. Məhrəm müəllim, çox gözəl dedi. Müəyyən bir dövr var. O dövr neçə ili əhatə edir? Məsələn 12 illik, 15 illik bir period. Baxırsan ki, İspan futbolunda ağalıq. Həm Avropa çempionatı, dünya çempionatı, sonra bir də baxırsan 10 il, 12 il bir geriləmə var. O nəsil dəyişmə prosesini də çox uğurlu şəkildə edirlər. Bu da çox önəmli detaldır. Almaniyada, İspaniyada onlar faktiki olaraq nümunə kimi bütün yığma komandalara nümunədir. Bayaq həmkarım da Samir bəy də deyir, o məşqçi çox mühüm rol oynayır. Ancaq heç də hər şey məşqçidən asılı deyil ki. Meydançada futbolçunun özündə. Futbolçuların məsəl üçün məşqçi 50 milyon, 100 milyon pul alan futbolçuya bir söz deyə bilmirsə, iradə edə bilmirsə, bu da çıxacaq. Bir də ki, indi arxada çəkilib müdafiə olunan komandaya qarşı istənilən komanda topu sağa sola çevirəcəkdir. İstəyir sürətlə olsun, istəyir 10 nəfər girib 3-cü zonada giribdir, qapıda cəlmə meydançasında zonaları bağlayıb ki, qol buraxmasın. O da çətin. O da meydançanı da vermirsən, onlar da topdur, da fırladacaq. Ancaq İngiltərə. Bəli, İngiltərə. Ancaq İngiltərə. Onu da bacarmadı. Nə qədər müdafiəçilərin arasında boşluq oldu. Çox ciddi zona var idi. Çox ciddi boş zona. Bəli.
Geri dönən topları daha çox şey Argentina müdafiə sağlar. olunmağı da bacarmalısan da. Ha, o da düzdür. Hücum edirsənsə, müdafiəni də yaddan çıxarmamalısan. Öz qapını da yaddan çıxarmamalısan. Müdafiə də olunursansa da hücum da eləməyi bacarmalısan. Bəli. Keçid eləməyi. Ancaq bunlar müdafiə olunmağı da bacarmadılar. Aha, bu çox. Sən Samir Argentina İspaniya finalı ilə bağlı proqnoz. Təbii ki, İspaniya azar keçdirirsən, aydın məsələdir. Proqnoz əslində düşünürəm az qollu bir oyun olacaq. Məncə burada əsas strateji mübarizə gedəcək. Yəni oyunun ilk dəqiqələrindən. Fikirləşirəm İspaniyanın minimal hesablı qələbəsi belə fikirləşirəm. Amma oyundur, hər şey ola bilər. Bildiyimiz kimi bu İspaniya Argentina komandaları əslində bu ilin mart ayında görüşməli idilər. Sadəcə bu yaxın şərqdə olan bu bəli hadisələrin səbəbi ilə oyun başqa əvvəlcə İspanlar dedi biz Madriddə oynamaq istəyirik, Argentinalılar dedi biz neytral meydanda məsələn İtaliyanı məsləhət gördülər. Danışıqlar prosesi biraz uzun çəkdi. Sonra elə oldu ki, artıq oyun tamamilə təxirə salındı, yəni keçirilmədi və hamı deyir bunu futbol finalın adını La Finalissima, yəni finalların finalı. Çünki Copa Amerikanı Argentina qazanıb, son Avropa çempionu və iki qitənin bir yerdə çempionları görək kim buradan qalib çıxacaq. Və mən oxuyurdum Argentinalılar deyirdi ki, güya İspanlılar istəməyib bu oyunu oynasınlar ki, birdən böyük hesablı məğlub final olarlar, sonra biabr olarlar. İspanlılar da onları beləsinə bir-birlərini qızıqlandırırlar, qarşılıqlı şəkildə qızıqlandırarlar və nəhayət ki, futbol azarkeşlərinin belə uzun müddət yəni dünya futbol arenalarında bizim izləmədiyimiz bir oyundur. Məsəl üçün biz son illər İspaniya İngiltərə final oyunlarını çox görmüşük. Məsələn İspaniya İtaliya görmüşük, amma İspaniya Argentina sonuncu dəfə dünya çempionatında cəmi bir dəfə oynayıblar. O da 1966-cı ildə İngiltərədəki çempionatda. Onda da Argentina 2-1 qalib gəlmişdi, İspaniya qrupda qalmışdı. Onda uğursuz olmuşdu. Amma son dövrlərdə isə yalnız yoldaşlıq oyunlarında bildiyimiz kimi 2018-ci ilin də martında son yoldaşlıq oyununda 8 il bundan əvvəl İspanlar böyük hesablı, acınacaqlı məğlubiyyət yaşatmışlar Argentinalılara 6-1 hesabı ilə və inşallah bu dəfə də istəyərdik belə bir qolda oyun olsun, yəni qarşılıqlı qollar, amma biraz yəni inan o baxımdan azdır. Çünki belə final oyunlarında artıq bir qol oyunun taleyinə həll olunur. Bəlkə də əlavə vaxtda bir qolla həll olunacaq, o da ola bilər. Uğurlar arzulayıram əslində hər iki komandaya. Çünki qoy güclü qalib gəlsin. Yəni Argentina elə bir oyun göstərə bilər ki, bütün De La Fuente'nin planlarını alt-üst eləyə bilər. Və ya İspaniya əgər doğrudan da güclüdürsə, qoy o qalib gəlsin. Kim güclüsə o qalib gəlsin və buradan kim güclüdürsə İspaniya qalib gəlsin. Sən demək istəyirsən. Və buradan yenə bir ümumi dünya çempionatının bir icmalı kimi bir komanda məsələn Cabo Verdeni doğrudan da çox belə ön plana çıxartmaq istəyirəm. Yəni İspanlılardan qol buraxmayan yeganə komanda bildiyimiz kimi hələ ki Argentina bəlkə ola bilər, hələ ki Cabo Verdedir. Yəni onların mən ilk oyuna baxdım. Mən fikirləşdim ki, yəni İspaniya bu oyunla heç qrupdan çıxıb ondan sonra gedə bilməyəcək. Amma sən demə bu ilk oyunun biraz belə gərginliyi idi. Amma sonradan necə açılışdılar, necə məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdilərsə, ondan sonra artıq indiyəcən bir top buraxırdılar və Unai Simon'un bu dünya çempionatında rekordu qol buraxmamaq, yəni quru seriyası, quru rekordu da burada ən önəmli rol oynadı. Uğurlar. Bəli, uğurlar arzulayırıq. Mənim siz nə deyə bilərsiniz? Doğru söylədi. O ilk etapda qrup oyunlarında bütün komandalar adətən minimum plan var, maksimum plan var. Bəli. Çox güc sərf eləmədən, oyunçuları qorumaqdan, ona sarı, qırmızı və zədələrdən qorumaq üçün olur. Cabo Verde kimi komandanın heç deyilə bilər. Ancaq fakt əsas odur ki, oyunlar bayaq sizinlə danışdıqda burada 16-da 8-də bəli, oradan başlayır ondan başlayır. Görsən bütün komandalar bütün güclərini tempo ondan sonra artır. Oradan çevirlər. Bəli, artır. Ancaq bu da Argentina ilə İspaniya finala nə deyirsiniz? Deyil. Ömür boyu mən hələ Babəş bilir də. O qədər mənə suallar zəng eləyirlər. Mən ömür boyu proqnoz verməmişəm. Aha. Ömür boyu heç bir dəfə Bavariya ilə kimin oynasa şeylədim, proqnoz qoydu. O Bavariya ucuzdu. Mən də Bavariya, həmişə Bavariya, azarkeşlik edirdim. Azarkeşlik edirdim.
Odur ki, Güclü olan futboldan zövq alan əsas. Əsas güclü olan qalib gəlsin. Ancaq belə də oyunu iki oxşar komandadır. Oyunu sistemi. Onun stilinə görə iki oxşar komandadır. Ancaq götürsək ki, Argentinanın tərkibində 16 dənə dünya çempionu oynayır. İspanların tərkibində çoxlu gənc futbolçular var. Bu nüans oyunun taleyini həll edəcək. Çünki istək, əzmkarlıq, peşəkarlıq mənə elə gəlir ki, Argentina tərəfi bir Yaratdım irəlilərim. Aslında bağış. İnşallah bazar günü izləyəcəyik. 19 iyul tarixində möhtəşəm final olacaq və inşallah finaldan sonra yenə bir veriliş təşkil edərik, müzakirəsini apararıq. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Samir bəy sizə, Məhrəm müəllim sizə çox sağ olun, vaxt ayırdınız, gəldiniz. Təşəkkürümü bildirirəm. Əziz dostlar, əziz futbol sevərlər, Futbol Ofisi TV-nin efirində həftəlik protokol verilişi idi. Bu dəfə çox fərqli oldu, 2 hissəli oldu. Bir Azərbaycan futbolu, sonra dünya çempionatına yer ayırdıq. İnşallah yeni buraxılışlarda görüşmək ümidi ilə salamat qalın.